Salam, sabahınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Samux rayondur. Samux rayonunda Karayeri qəsəbəsində Pafaktu 8, ancaq sənəddə 5 sot olan, sənədi çıxarış olan, yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. Bax, belə bir həyət evi satılır. Bir zal, 2 otaqdır. Hal-hazırda mən bağçasında yerləşirəm. 29 ədəd ağac növü gördüm. Gördüyünüz kimi iki tərəfdən hündür barısı var. Sənədi haqqında məlumat verdim. Onu da deyim ki, deməli, torpağın sənədi çıxarışdır. Ancaq qanun əsasında evin xüsusi mülkiyyətdir. Qanun əsasında evin çıxarışını çıxartmaq mümkündür. Rüsumu elə də böyük deyil. İndi isə mən sizə evin xarici görüşünü göstərirəm. Bir zal, 2 otaqdır. Qiyməti 45.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə evin, məhəllənin, həyət evinin bağçasını göstərirəm. Dediyim kimi 29 ədəd mən ağac növ saydım. Deməli, Gəncə şəhərindən, Gəncə Dəmiryol vağzalından, bax bu Karayeri qəsəbəsindən bir neçə ədəd marşrutlar işləyir. Onlardan da biri ilə mən gəldim. Deməli, bax, həmin mərkəzi yoldan, bax, bu həyət evinə qədər olan məsafə 400-500 metrdir. İndi Sənavesin alt hissəsini görürsünüz. Onun 12-yədir. Qarşıda hamamını görmək mümkündür. 2 tonluq su bakı var. Stil sistemi Aristondur. Sənədi haqqında mən sizə məlumat verdim. Bax, Aristonu görmək mümkündür. İndi isə evə daxil oluram. Kürsülüdür. 2 qat kubiklə hörülüb. Bax, belə bir həyət evinin qiyməti 45.000 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Bax, kürsülü olmaq haqqında görürsünüz. 2 ədəd kubikdir. Bax, kubiki gördünüz. 2 qat kubik 2 qat deməli kubik olduğunda gördünüz, kürsülü olmağını göstərdim. Bura isə deməli zalıdır. 11'in 4 yarımadır. Polu taxtadır. Deməli bax, bir dənə burada pəncərələr Eurodur. Bura 4'ün 4'ədir. Bax, burada da möhkəm materialdır. Ancaq bir zal, bir otaq, bir də mətbəx. Polları taxtadır. Yenidən həmin polları sizə göstərim. Onu da deyim ki, çox möhkəm materialdır. Səs etmir. İndi isə bax, mən otaqlardan birini göstərirəm. 4'ün 6'yadır. Qarşıda mətbəxidir. Mətbəx 3'ün 5'ədir. Bax, belə bir həyət evinin qiyməti 45.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə mətbəxini göstərirəm. Bax, otaqların necə yerləşməyini görmək mümkündür. Dediyim kimi, həmin mərkəzi yoldan bu həyət evinə qədər olan məsafə 400-500 metrdir. Ola bilsin plus minus olsun. Minus ola bilər, plus ola bilməz. Bax, belə. Qiyməti 45.000 manat. Qiymətində bir balaca razılaşma olmalıdır. Bax, belə. Sizlərə uğurlar.